Hər vaxtınız xeyir olsun yoldaşlar. Nəhayət ki, 2 ildir hamının gözlədiyi hadisə baş tutdu və vergi imtahanı açıqlandı. Vergi imtahanı bu il dekabr ayının 21-də təşkil ediləcək. 30 oktyabrdan 28 noyabra qədər vergi xidmətinin rəsmi saytında qeydiyyat prosesi başlayacaq və daha sonra qeydiyyatdan keçən şəxslər bir həftə ərzində də Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçərək, imtahan üçün ödəniş ödəyərək imtahanda iştirak hüququ qazanacaqlar. İmtahanda detallar ənənəvi sonuncu 2023 Bakı modeli kimi qalır. Yenə də dünya görüşü, yeni tarix, konstitusiya, məntiq, abstrakt, verbal və qrafiki məlumatların təhlili ilə bağlı olmaqla düşəcək və yoldaşlar keçid balı yenə də 70 baldır, ciddi bir dəyişiklik yoxdur. Biz sizin üçün nə edəcəyik? Biz sizin üçün video izah qoyacaq ki, qeydiyyatı necə aparmalısınız və bu qeydiyyat hansı etaplardan ibarətdir. Təxminən 30 oktyabr qeydiyyat başlayır. Elə biz də 30 oktyabr videonu günorta saatlarından sonra yerləşdirəcəyik YouTube-a. Baxarsınız və ona uyğun qeydiyyatdan keçməklə bağlı bütün prosedurla tanış olarsınız. Bizim dərslərimiz isə 3-4 günə təxminən başlayır. Bir qrupumuz 7 günə, bir qrupumuz 4 günə, bir qrupumuz isə təxminən 8 günə filan dərslərə başlayır. Cəmi qrafikimizdəki sıxlıqla əlaqədar bir əyani qrup, yerdə qalan qrupları onlayn formatda açılır. Açılmış qrupların hər birində dərs saatı 90 dəqiqə deyil, 120 dəqiqə nəzərdə tutulub. Həftədə 2 dəfə olmaq şərti ilə, üstəgəl bir dəfə də hər bazar günü əlavə dərs təşkil etmək şərti ilə dərslərimiz həyata keçiriləcək. Bütün proqram izah olunacaq və qəbul sualları, sınavlar da sizlər üçün istifadənizə veriləcək. İmtahanımıza gedənə qədər 2 dəfə sınav təşkil olunacaq və bu sınavlarımız ictimaiyyətə də elan olunacaq və kənar tələbələr də qoşula biləcək. Biz çox sürətli şəkildə dərslərə başlayırıq və inşallah belə deyək, 2023-dəki uğurumuzu təkrarlamaq istəyirik. 2023-cü ildə ölkə üzrə 616 nəfər qəbul olmuşdursa, onun düz 131-i bizim kursun tələbəsi idi və 4 tələbəmiz abstrakt məntiq üzrə maksimum nəticə göstərmişdi. 25 tələbəmiz isə, düz xatırlayıramsa, ya 24 ya 25 tələbəmiz isə mətn təhlilinin bütün suallarını, yəni 15 sualın 15'ini də düz yazmışdı. Bu il isə uğurlarımızı daha da çoxaltmaq, daha çox uğur qazanmaq istəyirik. Bilirik ki, bu ilin imtahanı çətin olacaq. Çünki uğur qazanan və ehtiyat kadrlar siyasında gözləyən tələbələrin sayı çoxdur. Ona görə də biz bu il daha ciddi, daha ağır şəkildə məşğul olmalı, bütün hər şeyi öyrənməli və sizlər üçün faydalı olmalıyıq. Mütləq şəkildə qruplarla maraqlanırsınızsa, əməkdaşlarımıza yazın və bütün məlumatları onlardan əldə edin. Diqqətiniz üçün sağ olun, bu qədər.